Yaxşısı budur da, xoş gördük. Hərdən güzgüyə baxırsınız və saçlarınızın necə dəyişdiyini hiss edirsiniz. Dünənə kimi gur, parlaq olan saçlarınız göz görə-görə seyrəlməyə başlayır və özünüzə sual verirsiniz. Axı, niyə belə oldu? Odur ki, saç tökülməsi ilə bağlı suallarınıza bugün yaxşısı budur da cavab axtarmışıq. Ölkəmizdə saç tökülməsi ən çox hansı səbəblərə görə baş verir? Saç tökülməsi nə vaxt normal sayılır? Hansı faktlar saç tökülməsinə təsir edir? Hansı hormon problemləri saç tökülməsinə səbəb olur? Saç tökülməsi hansı vitamin çatışmazlığından yaranır? Saç üçün ən faydalı qidalar hansılardır? Ucuz şampunlar saç tökülməsini artırır? Saç əkmə möcüzədir, yoxsa sadəcə kosmetik həll? Keçəl qalan hər kəs saç əkdirə bilər? Müğənni Rövşən Əziz saç tökülməsinə görə hansı metodu seçib? Az sonra yaxşısı budur da. Saç tökülməsi hər kəsdə olur, amma onun hansı həddə qədər normal, hansı səviyyədən sonra problem sayıldığını bilmək vacibdir. Əslində gün ərzində 50-100 tükə qədər tökülməlidir, o normal sayılır. Amma yerinə əlavə təzə tüklər çıxırsa, təzə tük çıxmayanda onda patologiya sayılır və seyrəklik əmələ gəlir. O seyrəkliyi də birinci növbədə pasiyentlər özləri görür, getdiyi bərbərlər görür onu, onlar yönəldirlər bizə çox vaxtlar ki, pasiyentin seyrəlmə artıq baş verib saçında. Onda müraciət edə bilirlər bizə. Birinci növbədə başlayaq ondan ki, irsi faktor var. İstəyir ana tərəfdən, istəyir ata tərəfdən, bu böyük bir amildir. İkinci növbədə düzgün qidalanma olmur adətən, qulluq saça düzgün olmur. Bunlar hamısı təsir göstərir saç tökülməyinə, yağlılığa, xırda səpkilərə. Bunlar da hamısı prosesdə əmələ gəlir. Əslində həmişə 25-30 yaşından sonra bir zaman əskəri çəkən insanlar da bizə çox müraciət edib. Əskərikdən sonra bu stres faktorlardır, düzgün baxım olmur saçlara. Amma indi hal-hazırda yaşadığımız bir dövrdə artıq 18 yaşından başlayaraq bizə müraciət olunur saç tökülmə barəsində. İstəyir qızlarda, qadınlarda, istəyirsə oğlanlarda fərq etmir. Dünyada saç tökülməsinin bir çox fərqli səbəbləri var. Ən çox yayılmış səbəblər arasında genetika, uzun müddətli stres, yanlış qidalanma və həmçinin yanlış qulluq qaydaları göstərilir. Ümumiyyətlə, fast food qidalanma da saç tökülməsini artıran əsas səbəblərdən biridir. Birinci növbədə endokrin problemlər, çox insanlar bildiyi zob xəstəliyi birinci növbədə, şəkər, vitamin D çatmamazlığı, B12, ümumi zulal, feritin. Feritin nədir? Dəmirin deposudur bədəndə. Təbii hemoqlobin aşağı olanda onlar hamısı saç tökülməyə nəticədə gətirə bilir. Hələ insanlar var ki, saç tökülmədən ümumiyyətlə fikir vermirlər ona, adi bir hal kimi. Narahat da eləmir elə bir insanları, amma kimi narahat eləyir, ümumi vücudu, saç. Onlar artıq bizə müraciət eləyir 6 aydan sonra saç tökülmədən, 1 il sonra maksimum olaraq. Onda bir saç bərpasını asanlıqla yerinə qoya bilirik. Amma hələ pasiyent var ki, artıq total bir alopesiya ilə ümumiyyətlə saç folikulunun aktivliyi olmadan yaxınlaşanda biz artıq köməklik göstərə bilmirik. Çünki gec bir forma olur. Saç kökləri ehtiyac duyduğu vitamin və mineralları almayanda zəifləyir. Beləliklə tökülmə başlayır. Buna görə düzgün qidalanma çox vacibdir. Qeyd edim ki, saç əsasən keratin, yəni proteindən ibarətdir. Odur ki, yumurta, toyuq, mal əti, balıq mütləq qida rasionunuzda olmalıdır. Saçlarınızın möhkəmliyi üçün dəmir və sink tərkibli məhsulları da tükətməlisiniz. Gün ərzində kifayət qədər su içmək də saçın qurumasının, qırılmasının qarşısını alır. Bəs hansı qidalardan uzaq durmaq lazımdır? Deyirsinizsə, bilin ki, həddindən artıq fast food, şəkərli və çox yağlı qidalar, həmçinin sərt pəhrizlər saxlamaq olmaz. Qidalanma da böyük bir rol oynayır saç tökülmədə. Birinci növbədə bu tam adlı qidalardır, duzdur, istiotdur, energetiklər, spirtli içkilər, nikotin çox bir sayda, onlar hamısı saç tökülməyə gətirə bilir. Saç qidalanmanı bədəndən götürür, qan dövranı ilə. Bu düzgün qidalanma olmayanda da bağırsaqdan sorulma bütün bədənə gedir və təbii saç da düzgün qidalanmır. Hazırda bazarda müxtəlif tərkibli şampunlara rast gələ bilərik. Kəpəyi və quruluğu azaldan, saç köklərini qoruyan, yağlılığı götürən, saç tökülməsinin qarşısını alan. Bəs bunlardan hansına üstünlük vermək lazımdır?
Deyilənə görə əsas odur ki, ucuz olan məhsullardan istifadə etməyək. Bəs bu həqiqətdir? Şampun fərq etmir, istəyir bahalı olsun, istəyir ucuzda olsun. Bütün şampunlar hansılar ki, marketlərdə satılır, onlar tərkibi paraben, yəni neft məhsulları ilə zəngin olurlar. Adətən hər bir şampunlar da saç tökülməsinə gətirə bilir. Ona görə tövsiyəmiz olur, həmən şampunlardan istifadə olunmasın. Biz sulfat şampunlardan tövsiyə edirik istifadə etmək. Paraben ziyan, çünki həm də sorulma prosesi olur saç dibindən. Təbii bütün orqanizmada onlar ziyan olur. Fen gündəlik həyatda varsa, o saçı zəiflədir, qırır. Kraska, boya daha doğrusu, maksimum olaraq ayda bir dəfə istifadə etmək olar. O da əmmiyaksız olan bir kraskalardır. İstəyir qadınlar, istəyir kişilər, fərq etməz artıq. Kişilər həm saç, həm saqqallarını da boyayırlar və çox vaxtı həmən nahiyələrdən də saç tökülmə müşahidə olunur. Açıq ovalopesiya deyilən bir diaqnozla yaxınlaşırlar bizim yanımıza. Saçı hər gün yumaq da düzgün deyil. Bu da tökülməni artıran əsas səbəblərdən biridir. Hər gün saç yumaq düzgün deyil. Ümumiyyətlə, isti sudan istifadə etmək düzgün deyil saçı yuyulanda. Maksimal olaraq 35-36 dərəcə olmalıdır bədən temperaturunda. Onda piy vəzləri də aktiv olmur, yağlılıq da çox olmur və həftədə 2 dəfə maksimum olaraq saç yuyulmalıdır. El arasında yayılan inanclardan biri də tez-tez saçı kəstirməyin gurlaşmaya faydalı olmasıdır. Gəlin görək, bu doğrudur? Əslində, ayda bir dəfə heç olmasa saç uclarından kəsilməlidir. Düzgün qidalanma olur. Saç da bilirsiniz ki, qidalanmanı bədəndən götürür qan dövranı ilə. Ayda bir dəfə saç kəsim eləyəndə yenilənmə müşahidə olunur. Saç tökülməsi şəxsin fiziki görünüşünə təsir etdiyi qədər ruhi sağlamlığına da təsir göstərir. Buna görə də saç tökülməsi müalicələrinin daha təsirli ola bilməsi üçün müalicəni təbii üsullarla dəstəkləmək lazımdır. Bəs gəlin görək, bütün saç tökülmələrində müalicələr yaxşı effekt verir? Birinci növbədə diaqnostika olunmalıdır, yəni saç dibinin trixiskopiyası olunmalıdır. Saçda olan hal-hazırda problemlərdən əsas olaraq təyinat verilir. Mezo proseduraları müxtəlif olur, yəni istifadə etdiyimiz kokteyllər, amma saç problemlərinə uyğun, düzgün seçim olsa, təbii nəticəni də vermək olur. Tez bir zamanda saç tökülməyi görürlərsə pasiyentlər, 6 ay ərzində, 1 il ərzində onda çox gözəl nəticələr verə bilirik. Yenə də deyirəm, hər hansısa bir pasiyent saç tökülməni görür, istəyir 3 il, istəyir 5 il yaxınlaşanda diaqnostikadan asılı olur. O, həmən pasiyentə biz nəticə verə biləcəyik, ya verə bilməyəcəyik ümumiyyətlə. Sağlam daxil də çox böyük önəm daşıyır, amma hələ bir nüanslar olur ki, bəli, kişi xaylaqlarına məcburuq demək ki, papaqlardan istifadə etməsin. Çünki sürtünmə olur, yağlılıq artır, xırda səpkilər, folikulit deyilən bir xəstəlik olur saç dibində. Onlar da saç tökülməsindən gətirə bilir. Müalicə zamanı pasiyentlərimizə əsasən bitkisel qidalanma tövsiyə edirik. Həm düzgün bağırsaq işləyir, həm bədən düzgün qidalanır. Təbii də mexaniki olaraq saç da həmçinin. Ev üsullarından məsləhət görmürük. Niyə? Çünki saç tökülmə zamanında yağlılıq artıq olur, dediyim kimi xırda səpkilər olur və ev üsulları arada onlara əks göstəriş olur. Bəzən pasiyentlər yaxınlaşırlar ki, sarımsağı çəkmişəm saçımın dibinə, amma səpki olan zamanında, yağlılıq olan prosesində qəti qadağadır, ona görə məsləhət görmürük. Saç tökülməsinin ən geniş yayılmış müalicə üsullarından biri də saç əkimidir. Bu əsasən androgenetik alopesiya, yəni genetik keçərlik üçün istifadə olunur. Bunun üçün başınızın arxa və yan hissəsində kifayət qədər sağlam saç olmalıdır. Bir möcüzə deyil, uzun illərin təcrübəsidir. Saç əkimi demək olar ki, donor zonası imkan verirsə, donor zonası harada insanda bu əsasən gicgah və ənsə nahiyədir. Bir də bəzi hallarda saqqaldan götürmək olur. İmkan verirsə, bəli, burada bu həmən nahiyələrki tüklər, tük kökləri, o zaman saç əkimi icra etmək olar. Burada möcüzəvi heç bir şey yoxdur, sadəcə burada saç köklərin bir hissədən digər hissəyə, resipient zonaya nəqlidir. Dünyada əsasən şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə saç əkimi məsləhət görülmür. Bundan başqa ürək xəstəlikləri olan, həmçinin ürək əməliyyatı keçirmiş adamlara da bu proseduru etmək uyğun deyil. Əgər ki, sağlamlıq baxımından heç bir problem yoxdursa, səhhətində heç bir problem yoxdursa, heç bir qüsurlar yoxdursa,
o zaman təbii ki və donor zonası dediyim kimi imkan verirsə, hardan ki saçlar götürüləcək, saç sayı uyğundursa, o zaman təbii ki mümkündür. Hər bir insana etmək olar. Amma bəlli bir əks göstərişlər var, bu onkoloji xəstəliklərdir, bəzi qan xəstəliklərdir, bəzi aktiv infeksion xəstəliklərdir, baş dərisinin infeksion xəstəlikləridir, bəli, bəzi autoimmun xəstəliklərdə bu əks göstərişdir. Ona görə ilkin olaraq saç həkimindən öncə pasiyent tibbi müayinədən keçir, dermatoskopiya olunur, trixoskopiya olunur, xüsusi optik cihazla müayinə edilir saç kökləri, baş dərisi və ondan sonra yalnız qərar verilir ki, saç həkimə götürüləcək yoxsa yox. Elementar baş dərisində göbələk infeksiyası varsa, təbii ki, bu əks göstərişdir. Öncədən müalicə almalıdır. Və yaxud da hansısa virus infeksiyası, herpes virus tərəfindən törədilən herpes zoster, kəmərləyici dəmrov başda da bəzən olur. Belə bir problem varsa, əks göstərişdir. Gözləmək lazımdır, remissiya olsun, sakitləşmə olsun və yaxud digər infeksion xəstəliklər. %99 olmur. Bizim təcrübəmizdə, neçə illik təcrübədə 2-3 nəfərdə biraz diskomfort olur. O da insanın həssaslığından asılıdır. İnsan var ki, qolu bir yerə dəyəndə bir həftə deyir, ağrıyır. İnsan var ki, bir dəyir, heç fikir vermir onu. Burada insan individual o həssaslığından asılıdır. O həssaslıq parolları deyilir, ondan asılıdır. Və normalda bir ağrı, ciddi bir ağrı, diskomfort olmur. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Saç əkiminin əsası Yaponiyada qoyulub. Yapon dermatoloq Soji Okuda 1930-cu illərdə ilk dəfə saç köçürmə üsulunu tətbiq edib. 1950-ci illərdə Norman Orentreich saç əkimini inkişaf etdirərək bu sahəni dünyaya tanıdıb. O, donor dominantlığı prinsipini kəşf edib. Hazırda dünyada, xüsusilə Türkiyə bu sahədə liderlərdəndir. Hər il minlərlə insan sırf saç əkimi üçün ora səyahət edir. Yaxşısı budurum, bu dəfəki məşhur qonaq rubrikasında sevilən müğənnimiz Rövşən Əzizdir qonağım. Necəsiz Rövşən bəy, xoş gördüm sizi. Xoş gördük Günel xanım, mən də sizi salamlayıram. Mövzumuz saç tökülməsidir. Çox adamın bilmədiyi bir mövzu haqqında bugün Rövşən bəy bizlə həm söhbət olacaq. Mən bildiyim qədərilə siz də illər öncə saç həkimi etmisiniz. Bəli. Necə oldu Rövşən bəy bu qərarı aldınız? Saç tökülmə indi bizdə Genetik idi yoxsa? Genetikdə, yəni irsi dayı tərəfimə oxşamışam. Dayılarımda da mənim saç demək hamısında, əksəriyyətində hamısında tökülüb. Bizə də indi genetik olaraq keçmişdir. Hardasa 2014-cü ildə mən saç həkimi elədim. Onda təzə-təzə başlayırdı bu proseslər saç həkimi. Yeni idi. Yeni idi. Ona görə artıq 12 il üstündən keçib, amma çox razıyam da. Yəni ki, saçım qabaqdan görünüş baxımından saçım var. Gün ortayacan çıxartdılar buradan, biraz da arxadan. Buradan, sonra da gün ortadan sonra da əkdilər. Axşam bir gün əməliyyatda deyək, əməliyyat oldu. 3 gündən sonra da o sarğını açdılar. Biraz gərək qoruyasan. Bir 10 günü gərək ondan incə rəftar edəsən. Necə bir proses idi? Ağrılı idi? Sonraki dönəm necə oldu? Yox, keyitmişdilər. Heç bir ağrı zad olmadı, heç nə olmadı. Amma o 3 gün ərzində elə bil ki, biraz qorumaq o prosesində gərək başını aşağı əymək, yəni müəyyəndir onu həkim məsləhətinə uyğun da. Bəs xüsusi şampunlarla yuyursunuz, yoxsa? Yox, ondan sonra elə fen də, nə deyirlər, saç qurudan istifadə edirəm. Düzündə azdır, necəli də saçı var. Amma olur ki, qurutmağa, məsələn, ondan istifadə edirəm. Əvvəl deyirlər, məsələn, biz indi gənc olanda o qədər onlardan istifadə eləmişiz. Saçımızın dibini yandırmışıq, saç tökümü ondan əmələ gəlir. Amma deyirlər, o irsidirsə, varsa o tökülür. Necə lazımdır, elə də davranıram. Mən uşaq olan vaxtı görürdüm ki, dayım o təbabətlərdən, müalicəvi üsullardan istifadə edirdi ki, saçı tökülməsin, amma heç bir effekti olmadı.
Düşündünüz ki siz də ona oxşamısınız? Mən də müraciət edəndə həkimə dedi ki, ancaq bunu əkdirmək lazımdır. İndi biz də sənət adamı kimi, həm də elə mən heç adi bir insanlar tanıyıram ki, onlar bizim insandır da özündə kompleks yaranır. Həm də ki, belə baxanda da əgər bu günləri inkişaf eləyibsə, bu inkişaf eləyibsə, bu varsa, niyə də olmasın? Bunun bir ziyanı da yoxdur. Məndə bir 12 il bundan əvvəl saç əkdirmişəm, amma heç bir narahatçılığı, bir problem yoxdur. Qismət olsa da inşallah yenə də müraciət eləyəcəm ki, bəzi yerlər biraz da doldursun. Mənə əvvəl əkdirəndə həkim demişdi ki, 6 aydan sonra gələrsiniz, bir də eləyərik. Mənim özümün səhlənkarlığımdan vaxtınız olmadı. Yəni ona görə saxladım. Artıq üstündən 12 il keçib, amma qismət olsa inşallah yenə müraciət eləyəcəm. Uzun bir prosesdə əslində saatlar gedir, onu bir tükləri. Necə oldu, hövsələniz çatdı orada oturmağa? Onda mən, əlbəttə ki, etmişdilər, yəni 4 saat hardasa onları çıxartmaq prosesi gedir. Sonra təzədən bir 4 saatda, 5 saatda onu əkmək prosesi gedir. Bəzi adamlar deyir, əkdirdim, heç bir faydası olmadı, yenə də saçım töküldü. Mən özüm, məsələn, göz qabağında, indi cəmaatımız da, tamaşaçılar da görür, artıq 12 il keçib üstündən mən bir narahatçılıq, saçımın tökülməyi, belə bir şey görməmişəm. Sağ olun ki, belə bir şeylər də çəkirsiniz və insanları maarifləndirirsiniz. Çox minnətdaram. Biz də sizə səmimiyyətinizə görə minnətdarıq. Buyurun, çox sağ olun. Saç əkdirmə proseduru çox effektiv ola bilər, amma nəticə bir neçə vacib faktordan asılı olaraq dəyişir. Nəticə uğurlu hamısında olmaqdan ötürü həkim tərəfindən düzgün seleksiya olunmalıdır, düzgün dəyərləndirilməlidir ki, bu pasiyentə saç əkimi lazımdır və yaxud yox. Olarmı buna saç əkimi icra etmək və yaxud yox? Bu, həkim tərəfindən qərar verir və həkim düzgün qərar verirsə, %100 nəticə olur. Əgər ki, burada həkim tərəfindən hansısa bir nöqsanlara yol verilibsə, təbii ki, orada saç çıxmaya bilir. Ümumiyyətlə, saç əkimi belə deyəndə, kiçik bir müdaxilədir. 4 mm demək olar ki, çatmır müdaxilə. Burada yalnız xüsusi mikropançlarla saç kökləri, xüsusi alətlərlə saç kökləri bir-biri alınır, bir-biri əkilir. Yerli keyitməklə. Stomatoloqda necədir? İynə vurur, keyir, ondan sonra heç bir şey hiss etmirsiniz. Bizdə də eyni qaydadır. Narkoz verilmir, narkoza ehtiyac yoxdur. Yerli keyitminə iynə vururuq, baş dərisi keyir və oradan saçları bir-bir götürürük. Və bir-birdə həmin saçlar nəql olunur, harada ki, saç tökülmə var. Ümumi ortamı 6-7 saat davam edir. Fasilələrlə yemək fasiləsi verilir, coffee break verilir, istirahətə bir 10 dəqiqə, 5 dəqiqə fasilələr verilir. Saç əkimini xanımlar da etdirə bilər, amma kişilərlə müqayisədə seçilmiş vəziyyətlərdə. Qadınlarda əksər hallarda biraz fərqli saç tökülmələri olur. Biz indi ilkin olaraq androgenetik alopesiyadan danışdıq. Burada nədir? 2 faktor var. Androgen faktor, cinsi hormonların təsirində və genetik faktor, irsiyyət fonunda yaranan saç tökülmələri. Amma saç tökülmələrin növləri çoxdur. Burada fərqli səbəblərdən ola bilər. Saç tökülmənin səbəbləri traksion alopesiya ola bilər. Xanımlar əksər hallarda saçların arxadan dar hörük yığanda, dar saçların yığanda, yanda, alında saçlar uzun müddət dartılmış bir vəziyyətdə qaldığı üçün tökülə bilər. Sonra autoimmun səbəblərdən saçlar tökülə bilər. Hansı ki, bu bizim öz immun sistemimiz tərəfindən saç kökləri zədələnir. Və yaxud frontal fibrozis yaranır, alında fibroz toxumalar əmələ gəlir, saç tökülmələr yaranır. Və səbəblər müxtəlif olduğu üçün yanaşmalar da müxtəlifdir. Təbii ki, ocaqlı alopesiyada burada ilkin olaraq müalicə olunacaq. Amma burada geri dönməyən saç tökülmə varsa, orada saç əkimi icra etmək olar. Eyni xanımlarda da, bəylərdə də. Xanımlarda hormonal pozuntu nəticəsində 2 tipli saç tökülmə ola bilər. Təbii ki, eyni qaydada kişilərdə necədir? Alın təpə nahiyə tökülür, qadınlarda da belə bir şey ola bilər. Burada təbii ki, bizim saç əkimi ilə bərabər ginekoloji müayinələr, endokrinoloji müayinələr, qadın xəstəlikləri və s. bunlar hamısı tam yoxlanılmalıdır və bu saç əkimi ilə bərabər də müalicələr etməlidir. Qadınlara etmək olar, heç bir əks göstərişdir. İnsanın cinsi əks göstəriş deyir saç əkimi üçün. Biz bəzi sikatrial alopesiyalar deyilir.
Çapıqlı alopesiyalarda o zaman da saç həkimi icra edirik. Düzdür, çapıqlı alopesiyalarda saç həkimi effektivliyi normal androgenetik alopesiyada kimi effektivliyi %100 deyil. Orada çapıq toxunmasına görə saçların qidalanması pozulur deyə, ona görə də orada aşağı düşə bilər, KPDS aşağı düşə bilər. Yanıqlardan sonra saç həkimi icra edirik. Hansısa posttravmatik bir çapıqlar qalır, hansısa bir travmadan sonra çapıqlar qalır. Orada saç həkimi icra edirik. Hansısa qüsurları travma nəticəsində, yanıq nəticəsində yaranan qüsurları, orada qüsurları aradan qaldırırıq saç həkimi ilə. Saç əkimi mütəxəssis qrupu tərəfindən həyata keçirildikdə təhlükəsiz olsa da cərrahi əməliyyatdır və buna görə də infeksiya, qanaxma və şişkinlik kimi risklər daşıyır. Hər bir tibbi müdaxilənin riski var, təbii ki. Risksiz bir şey yoxdur. Amma o riskləri görmək üçün düzgün mütəxəssis seçməlidirlər pasiyentlər. Hər bir həkim, hər bir mütəxəssis, hər bir saç həkimi icra edən o riskləri görməyə bilir. Ona görə ilkin olaraq həkim təcrübəli həkim olmalıdır. Yetərin qədər düzgün təhsil almalıdır saç həkimini icra etmək üçün. Hər bir müdaxilə, elementar antibiotik inyeksiyası vurulması, hansı ki bizdə indi medstralar gedir pasiyentin evində bəzən vurur. Bunlar belə yüksək riskli bir prosedurlardır. İstənilən bir müdaxilənin bir riski var. Amma ki bunlar hamısı həkim tərəfindən kontrol olunur. Biz ona görə öncədən analizlərdən keçirdirik, kardioqrammadan keçirdirik, ürək-damar sistemi yoxlanılır, qan təhlilləri yoxlanılır, infeksiyalar yoxlanılır və pasiyentin saç həkiminə biz götürəndə əminik ki, %100 bu sağlamdır və bu adamı ona görə götürürük. Saç həkimi uğursuz iki faktor ola bilər. Bir, icra edən həkimi tərəfindən nöqsanları yol verilir. İkinci də əksər hallarda bu ilk 10 günkü saç həkimindən sonraki müddətdə saçlara düzgün qulluq etməyəndə pasiyent, orada bir saç həkimində bir məqam var ki, 10 gün qəti şəkildə əkilmiş saçlara toxunmaq olmaz. Pasiyent ona düzgün riayət etmirsə, başı maşına minəndə, maşından düşəndə vurursa, təsadüfən yatdığı yerdə bir başını qaşıyırsa, bu şeylər saç tökülməyə səbəb ola bilər. Və yalnız 1% var ki, elmdə belə bir şey var da, 1% səbəbi bəlli olmadan biz saç tökülmələri ola bilir. Əkilən saçların tutmaması ola bilir. Amma %99 bu pasiyentin səhlənkarlığı, düzgün qulluq etməməyi ilk 10 gündür və yaxud həkim tərəfindən düzgün icra olunmamağıdır. Xəstələri ən çox narahat edən sual əkilən saçların yenidən tökülüb tökülməyəcəyi ilə bağlıdır. İlkin olaraq saç həkimindən sonra 3 gün, 2 gün, 3 gün, 4 gün başın arxasında donor zonada hardan ki saçlar alınıb, orada xırda dəliklər olur və onu tam qorumaq lazımdır ki, ora ikincil infeksiya qoşulmasın və ora sarğı qoyulur. Hər gün sarğı dəyişilir. Saç həkimi ikinci günü başı yuyulur. İzah olunur pasiyentə ki, necə yuyacaq, hansı qaydada yuyacaq və o da yumşaq bir şampunlarla yuyur özü növbəti günlərdə evdə. Əkilmiş nahiyə qəti şəkildə toxunmaq olmaz. Papaq qoymaq olmaz, toxunmaq olmaz. Ehtiyatlı davranmaq lazımdır. Başı heç bir yerə vurmamaq lazımdır. Ağır çəkili bir şeyləri qalxızmaq olmaz. Normalda 3-5 kilodan ağır bir şey qalxızmamalıdır. Aktiv idman etməməlidir. Yalnız idmanı 10 gündən sonra icazə verir getməyə. Spirtli içki və siqaret çəkmək olmaz. Əsas bu şeylərdən qorunursa 10 gün ərzində ondan sonra heç bir fəsad olmur. Bəlli bir müddət var ki, qəti şəkildə fenlə qurutmaq olmaz. Bunlar hamısı biz pasiyentlərə izah edirik, yazılı formada yaddaş kitabçası veririk ki, oxusunlar, dediklərimiz yadlarından çıxırsa belə, yazılı formada da arada bir oxusunlar, yadlarına salsınlar. Saç həkimindən sonra şok tökülmə xəstələrin ən çox narahat olduğu proseslərdəndir. Şok tökülmə saç transplantasiyası əməliyyatının təbii bir hissəsidir və transplantasiya edilmiş saç follikullarının, yəni böyümə dövrünə girməzdən əvvəl keçdiyi müvəqqəti mərhələyə aiddir. Bu proses hər bir xəstədə müşahidə olunan normal fizioloji reaksiyadır. Beləliklə, əkilən saçlar dərhal yox, bir neçə ay sonra çıxmağa başlayır. Əkilən saçlar 10 gündən sonra bir yavaş-yavaş 3 ay ərzində başlayır tökülməyə. Buna deyir şok tökülmə. İlkin olaraq stres tökülmələrdir, şok tökülmə keçirilir. 3 ay ərzində əkilən saçlar hamısı tökülür. Əvvəlki bir vəziyyətə qayıdır pasiyent və yalnız 3 aydan sonra yenidən başlayır saçlar çıxmağa.
Nərgiz gülü necədir? Soğanağı qalır orada. Qışdan sonra bu yaz aylarında nərgiz gülü açır, sonra gülləri solur, amma kökü yerindədir. Növbəti il yenə də çıxır. Biz də saç soğanacaqları əkirik və həmin folikullardan 3 aydan sonra yenidən başlayır saçlar çıxmağa. Və onlar ömürlüdür. Artıq bildik ki, saç tökülməsi sadəcə güzgüdə gördüyümüz bir dəyişiklik deyil. Bu orqanizmimizin bizə verdiyi bir siqnaldır. Bu siqnala tez reaksiya verənlər də olur, təəssüf ki, gecikənlər də. Əsas odur ki, bu haqda məlumatlı olub zamanında doğru qərar verəsiniz. Gələn həftə yenidən yaxşısı budur da görüşənədək. Hələlik.